Aslında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dövlət səfərindədir. Bu səfər Azərbaycan və Qazaxıstan arasında möhkəm qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqidir. İki dövləti ortaq tarixi köklər, mənəvi yaxınlıq və türk birliyi birləşdirir. Son illərdə Azərbaycan-Qazaxıstan əlaqələri əsl müttəfiqlik səviyyəsinə yüksəlir. Hazırda Azərbaycan və Qazaxıstan arasında təxminən 170 dövlətlərarası saziş qüvvədədir. Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-dən çox şirkət qeydiyyatdan keçib. İqtisadi tərəfdaşlıq möhkəmlənir. Tərəflər enerji, yaşıl texnologiyalar və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişlənməsinə, eləcə də Xəzərin ekoloji gündəliyi üzrə birgə fəaliyyətin dərinləşdirilməsi məsələlərinə xüsusi önəm verirlər. Prezident İlham Əliyevin Astanaya bu dövlət səfəri iki qardaş ölkə arasında daha da yaxınlaşmanın mühüm mərhələsini təşkil edir.